bugün sizin uşaqlar işlem var mı ne? Hemen. Hümü. Hadi bəsdir. Ne danışırsınız siz orada? Ölme hiç ne? Bir sözüm vardı onu deyirdim. Yaxşı. Size bugün deməli o Fransaya getmə haqqınız var diye o testleri açıklayacağım. İndi A üstteki alanlar gedə biləcək. İnşallah anlarım. Yani qalan 2 ili burada yok, orada oxuyacaq. Fransada oxuyacaq üniversitede. İnşallah ki mən də varım. Kızım ne danışsan sen? Heç nə müəllimə. Özümə danışırdım. İnşallah kazanarıq. Ay. Neyse. Gösterimden. Bu Georgina. A. Tebrikler. Gidebileceğim yani. Ha. Deməli. Katie. A. Ben? Ha sen kızım. A üstte gel almışam. Aferin sana kız. Ay. Sonra gidebileceğim oraya. B. Clear. Kesin olmaz. Esas bir şey almışam da. Ben yola verişəcəklər. Versin yenə də Fransa 90. Olmaz. A üstə gələnlər oxuya bilər. Burada. Ay. Deməli burada son 2 qiymətimiz qaldı. Biri F'dir, biri A üstə gəl. Ay. Neyse. Esas aldık. İnşallah ben alaram. Ben almışam da yəqin ki alma, hə? Heyif ki, təəssüf ki sən almamısan. Kayli al. Çünkü bir de gelecek. Yəqin ki. Ay. Laf qəşənglər. Neyse. Sənə də qalır F. Hayda. Heç nə olmaz. En azından çok da pis bir şey olmadı. Yani sonuçta Fransa'ya gidebilmedim. Ne oldu? Fransa'ya gidebilmedim. Böyle sorun. Sen ne sorunu böyüdürsən? Aa, bu adı şeydir, hekəldir. Yaxşı uşaqlar, tənəffüs keçirdə bilərsiniz. Ay, şükür Allaha. Benim çantamı oradan verebilirsen. Yaxşı. Ay, deməli mən inanmıram özümə. Ne olacaq? Qaqam, heç nə olmaz. Sonuçta ne olacaq? Bircə dənə Fransaya gedə bilməmsən. Sənin ailen varıdır da. İstiyorsan gedə bilərsən, istiyorsan. Yani. Sağ ol sen. İşıqla oynayaq. Neyse. Deməli. Haydi Allah. Oğlum o ne elindeki? Ben hiç ne? Sön. Aa. Oğlum o nedir?
Deməli bu işıq məktəbə gətirmisən, universitetə gətirmisən. Halaldır sənə oğlum. Halaldır. Sən bu şeyləri hardan çıxarsan mən də bilmirəm. Yəni vəzifəmizdir də. Vəzifəmiz nədir oğlum? Eləmə ki, sən nədir o uşağın aldığı qiymətə sən söndürmə. Söndürüm dərkən müəllimə. Söndürüm nə idi? İndirim. O qiymətə indirim sənin qiymətini. Sonra nə oldu? Mən bilmədən elədim. Nəysə. Müəllimə heç lazım deyil belə bir şey. Yəni heç lazım olmayan bir şeydir. Mənim qiymətimi indirməyiniz. Nəysə. Qız da gəl. Ay şükür Allaha. Dərs qutardı. Mənə son dərs idi də bu. Şükür Allaha. Amma mənim tabletim burada qaldı. Çıkıl. Çıkıl. Ağzımı niyə əyirsən hər dəqiqə? Məni gözləyin də. Mən bu qiyməti müdürlə danışacağım. Deyirəm, soruşacağım ki, niyə mənə bu qiyməti yazmışsın? Niyə? Qışqıracağım onun üstünə. Arxana baxsan yaxşı olar. Arxana baxıram, qorxacağım mən müdürdən. Clear. Clear sənsə də nə oldu ki? Müəllimə. Hansı müəllimə? Müdür. Əvvəla ki, mən bu sözləri deməmişəm. İçimə bir pis bir varlıq girdi. Mən ona görə bu sözləri dizdirdi mənə. Mən özüm belə sözlər deyənəm, müəllimə. Elə adama oxşadırsınız. Oğlum, deməli sənə heç qiymət düşmür. 0. Yerim. Müəllimə, amma elə şey olma. Yeri. Müəllimə, amma yeri. Müəllimə, o əl qoymuşdunuz, qadağan eləmişdiniz mənim planşetimlə qələmimi. Onu verərdiniz də mənə, vaxtı qutardı. Hə, yadımdan çıxıb. Amma bir də məktəbə gətirmə. Gətirsən, həmişəlik alacam. Sağ olun, müəllimə, siz bir dənəsiz. Sağ olun, müəllimə. Biz aldıq üçümüz. Aferin sizə. Deməli, Fransaya haqq qazanmışsınız. Ay. Gözümüzə soxun da şeylərinizi. Nə inirəm mən? Demək olmaz. Umuz. Deməli, gedirik evə.